Şamil Əmbəroğlu deyir ki, o ki sağalar nə vaxtsa deyib də zamana bıraxdığımız yaralar var ha, sağalmır bəzən. O ki düzələr zamanla deyib də min bir fədakarlıq eləyərək güzəşt elədiklərimiz var ha, düzəlmir bəzən. O ki gerçək olar deyə bəslədiyimiz ən gözəl arzular var ha, gerçək olmur bəzən. O ki unudacam deyib də qəlbimizin bir küncünə atdığımız duyğular var ha, unudulmur bəzən. Və həyat dediyimiz nəsnə elə bundan ibarət deyilmi? Ümid eləməklə xəyal qırıqlığı arasındakı bircə addımlıq yoldur həyatın əsl anlamı. Kaşkilərlə dolu keçmişlə, bəlkələrlə dolu gələcəyin arasındakı bircə gündən ibarətdir ömrün mənası.